Və təsəddəqu alə füqəraikum və məsakinikum. Fəqir və miskinlərinizə sədəqə verin bu ayda. Fəqir və miskinlərinizə diqqət edin, bu çox önəmli məsələdir. Fəqir və miskinlərinizə, hər yerə yox, hər kəsə yox. Fəqir və miskinlərə sədəqə vermək lazımdır. Çalışın iftar açdı, düzdür, iftar açdı belə bir haldır ki, hər kəs olsa daha yaxşıdır. Hər kəs olsa. İftar açdı da ancaq fəqirlər, ancaq zənginlər yox, belə olmasın. Elə bir yerdə çağırın, bir yerdə dəvət edin. Qoy cəmiyyətdə ayrı seçkiliyi görsənməsin, fəqir utanmasın, xəcalət çəkməsin. Hamısı bir yerdə olsun, bu gözəldir, bu yaxşıdır. Mən demirəm, ancaq iftarı, ancaq fəqirlərə verin, fəqirləri dəvət edin. Yox, buna ehtiyac da yoxdur. Fərdi verdiyin təqdirdə, ehsan elədiyin təqdirdə, sədəqə verdiyin təqdirdə bunu nəzərə almalısan. Və təsəddəqu, sədəqə verin, amma fəqir və miskinlərə sədəqə verin. İftara dəvət eləyəndə toplum şəkildə dəvət edin. Xəcalət çəkməsinlər, utanmasınlar, gəlməyə ar eləməsinlər. Deməsinlər ki, mənim heç nəyim yoxdur, mənim imkanım yoxdur, mən fəqirəm, miskinəm, ona görə məni çağırıblar. Fəqir və miskinlərə deyir, ancaq sədəqə verin. Qoymayın ac qalsınlar, qoymayın susuz qalsınlar. Qoymayın onlar, xüsusən yetimlər barədə hədislər, o qədər hədislər var ki, imkan verməyin, onlar valideynlərinin yoxluğunu hiss eləsinlər. Maddi cəhətdən, mənəvi cəhətdən hiss eləyəcəklər, o öz yerində. Amma maddi cəhətdən imkan verməyin. Hətta bəzən mənəvi cəhətdən də dəstək olun, nəvaziş göstərin, sevin, məhəbbət göstərin. Onlar görsünlər ki, biz ehtiramlı insanlarıq.